bu işin axırı yaxşı yerə getmir. Yəni bu insanların avtomobil seçimləri çox yanlışdır Elnur bəy. Həddindən artıq yanlışdır. Yəni bu toka qoyulan maşın məsələsi insanların şuur altına çox belə ciddi şəkildə ziyan vurub. Bu insanlar anlamaq istəmirlər ki, sizin qənaətə ehtiyacınız yoxdur. Siz yanacağa daha az pul xərcləyirsiniz. Siz riskə gedib plug-in almağınızın mənası yoxdur. Belə deyək də, əvvəl avtomobildə bir sürətlər qutusu var idi bahalı, bir də motor var idi, mühərrik var idi. Bəli, bəli. İndi sənin bir qəliz sürətlər qutun var. Aha. SUV-ti. Hansı ki, xarab olanda təmiri çox müşkül məsələdir. Sənin bir daxili yanma mühərrikin var. Hətta bir çox avtomobillərdə bu turbo mühərrikdir. Bəli. Hansı ki, dünənə qədər Chevrolet Cruze turbo olduğuna görə insanlar almağa tərəddüd eləyirdi. İndi sən turbolu bir mühərrik alırsan, hələ onun üstünə bir bonus olaraq ikinci mühərrik alırsan, hibrid mühərrikini. Dördüncü bonus olaraq da sən 20 dənə də batareya alırsan. Gör sənin xərcin hara qalxıb, sənin xəbərin yoxdur. Düşünürsən ki, ekonomi eləyirsən yanacaqda. Eləmirsən amma. Amma onu atırsan geri, gələcəyindən onu xərcləyəcəksən. Eyni ilə sənin SUV-tin var, sənin turbolu motorun var, sənin batareyan var, sənin bir dənə də hibrid mühərrikin var. Görsən nə qədər xərcin altına girmişsən, amma heç nədən xəbərin yoxdur. Yenə qaçırsan böyük monitorun arxasınca. Bunun axırı ona görə də yaxşı yerə getmir.